insanın üzvləri arasında ən çox günah eləyən üzv onun dilidir ki, hədislərdə var, insanların çoxu dillərinin vasitəsilə cəhənnəmə daxil olarlar. Biz neçə məclis, cümə söhbətlərində bu barədə danışdıq, müəyyən günahları mövzu olaraq xatırlatdıq ayə və hədislərlə. İnşallah bugünkü söhbətdə də pis-pis sözlər danışmaq və nasəza sözlər demək, söyüş söymək ki, dilin ən böyük mübtəla olduğu və ən böyük günahlarından biridir ki, hədislərə baxanda çox maraqlı məqamlar var. İnşallah mən o hədislərdəki məqamları sizlə bölüşmək istəyirəm. Bir neçə hədis oxumaq istəyirəm, amma əvvəlcə bir ayə oxuyum. Ən'am surəsi 108-ci ayədə ki, buyurur: "Və la təsubbullezine yed'un min dunillah." O adamlar ki, Allahdan qeyrisinə sitayiş eləyirlər, yəni bütpərəstlər, onların bütlərini söyməyin. Onların inancı var, bütə onların əqidələri var və onların bütlərini söyüşlə təhqir eləməyin. Çünki onlar da sizin inancınızı, əqidənizi təhqir eləyər. Bu ayənin mənası genişdir. Bəzən insan qarşı tərəfin məntiqi müqabilində söz tapa bilmir, keçir söyüş söyməyə, onun əqidəsini təhqir eləməyə. Bu tək bütpərəstə də aid deyil, digər batil inanclı insanlara da aiddir ki, əgər sənin qabağında dayanan insan batil inancın sahibidirsə, onun inancının batil olmasına baxmayaraq əqidəsini təhqir eləmə. Sözün varsa məntiqlə ona cavab ver. Yoxdursa təhqirə, söyüşə keçmək heç bir məntiqə, ayiyə, hədisə əsaslanmır ki, bu problem bu gündə də var. O vaxtı məsələn möminlər, müsəlmanlar bütləri söyərdilər. Çünki bütpərəstlərin əqidələri o idi. İndi də məsələn başqa batil inanca və yaxud da xurafata sahib olan inanclı insanların inancına ümumiyyətlə İslamın bu ayəsinə əsasən hörmətlə yanaşmaq lazımdır, məntiqlə cavab vermək lazımdır. Heç bir peyğəmbərdə, məsumda da bu hal görünməyib. İmam Rıza əleyhissalamın tarixini çoxunuz eşitmişsiniz, oxumusunuz ki, onun yəhudilərlə, xaçpərəstlərlə, digər məsələn inanclı insanlarla mübahisəsində imam heç bir təhqirə yol vermir, ancaq və ancaq məntiqlə, elmlə qarşı tərəfin suallarını və əqidəsini cavablandırır. Həzrət Peyğəmbər buyurur ki, "Sibabul mümin fusuq." Mömin adamın söyüş söyməsi fasiqlidir, böyük günahdır. Yəni söyüş söyən insan fasiqdir. Fasiq də o insana deyirlər ki, bu aşkar günah eləyir. Yəni onun aşkar içki içənlə, aşkar qumar oynayanla, aşkar böyük günahları eləyənlə, yəni bu da aşkar bir günahdır. O aşkarı eləyirsə, sən də aşkara deyirsənsə, buyurur, "Sibabul mümin fusuq." Olmaz. Gərək insan dilinə sahib çıxa və bu işi görməyə. Hədislərdə maraqlı məqamlardan biri də budur ki, nəinki bir-birinizi söyməyin, təhqir eləməyin. Heç Allahın yaratdığı məxluqata da bu olmaz. Külək əsir, söyməyin. Adam bu hədisi oxuyanda fikirləşir ki, adam küləyi də söyər. Olur da məsələn ağac əkmirsən, şitil əkmirsən, gördü ki, külək gəldi, vurdu məsələn, xarab elədi sənin məhsulunu. Mümkündür küləyə aid nəsə bir sözlər deyə. Buyurur, o Allahın məmurudur. Gəlib öz işin görməyə. Allahın məmurunu, məxluqunu, elçisini söyməyin. Vələl cibal, vələl saat, vələl əyyam, vələl ləyali. Dəqiqələri, saatları, günləri, gecələri söyməyin. Mümkündür bu hal. İnsan məsələn nəyinsə intizarındadır, saat gec gedir, saatın düşür üstünə müəyyən sözlər deyir ki, olmaz. Gecə, gündüz buyurur bunları eləməyin. Niyə eləməyin? Səbəbi də var. Fətə'thəmu. Günah qazanırsınız. Və bundan əlavə və tərciə ələykum dediyimiz sözlər özünüzə qayıdır. Ona görə də bu işi görməyin. Və la təsubbul əmvat.
ölənləri söyməyin. Bir adam dünyasını dəyişib, onun dalıcan pis-pis sözlər deməyin. Fətu'zul əhya. Çünki belə olan halda siz dirilərə əziyyət verirsiniz. Əbu Cəhl ki dünyadan getdi, oğlu axırda iman gətirdi. Əkrəmə adında, Əkrəmət ibn Əbu Cəhl. Peyğəmbər buyurdu ki, atasını bunun yanında lənət deməyin atasına. Çünki sən dirini əziyyət eləyirsən. Hədis buyurur, və la təsubbuş şeytan. Şeytanı da söyməyin. Eybi yox, lənət demək ki, eybi yoxdur, amma söyməyin. Və təavvəzu billahi min şərrihi. Sizin boynunuza düşən vəzifə budur ki, onun şərrindən Allaha sığınasınız. Allaha sığın qutardı, nə işin var şeytanla? Qiyamətin günündə hətta orucluqda hədisdə var ki, şeytan Allaha şikayət eləyəcək. Deyəcək, ilahi, bu orucluq vaxtında ki, bir dəstə insanlar günahlara yol verirdilər, sonra dururdular, mənə lənət deyirdilər. İndi mənim intiqamımı yalbılar da, sən ədalətlisən axı. Çünki mənim bu ayda qollarımı, ayaqlarımı zəncirləmişdim, mən heç nə deyə bilmirdim. Yəni, bunun günaha düşməsində mənim heç bir rolum olmadığı halda bu məni söyür. Həzrət buyurur ki, belə işlər görməyin. Və qarşılığında münasibətlər də qəribədir. Yəni, bu işin qarşılığında münasibətlərin barəsində hədislər var. Həzrəti Əli əleyhissalamın bir səhabəsi var idi, Qəmbər, adın hamınız eşitmişsiniz. Bir nəfər söydü Qəmbəri, Qəmbər istədi cavab qaytara. Həzrəti Əmir əleyhissalam buyurdu ki, məhlən ya Qəmbər, dayan Qəmbər. İstədi, gördü ki, istəyir nəsə, dedi dayan. Yəni, məntiq burada tamam fərqlənir. Bizim məntiqimizdə deyir, o mənə dedi, mən niyə eləməyim ki, mən niyə deməyim ki? Mən deməsəm, deyərlər, bu acizdir. İnsan ya qəzəblə özünü sığortalayır, ya da deyir ki, bu mənə dedi də. Həzrət Əli əleyhissalam gözəl bir nəsihət verir Qəmbərə bu yerdə. Deyir, Qəmbər dayan. Həlimlik qədər Allahı razı salan heç nə yoxdur. Şeytanı da sakit qalmaq qədər qəzəbləndirən heç nə yoxdur. Qəmbər, şeytanı qəzəbləndir, Allahı da sevindir. Yəni, boşda işin olmasın, sakit qal. Həzrət Peyğəmbər sahabələrinlə bir yerdə oturmuşdu, daha doğrusu sahabələrinin biri ilə bir yerdə oturmuşdu. Söhbət eləyirdilər, biri gəldi, Peyğəmbərin yanında olan sahabiyə başladı pis-pis sözlər deməyə. İndi düşmənçiliyi var imiş, nəyi var imiş, nədən idi bilmirəm. Başladı onu təhqir eləməyə, söyüşlər söyməyə. Sahabə dayandı, baxdı, bu qutaran kimi bu da başladı. Bu da başladı. Bu başlayan kimi Həzrət Peyğəmbər qalxdı ayağa. Həmin bu sahabiyə bir gözəl söz buyurdu, getdi. Buyurdu ki, nə qədər ki sən sakit qalmışdın, o danışırdı. Allah bir dənə mələk ayırmışdı sənin yanında, o mələk səni müdafiə eləyirdi. Sən bilmirsən, xəbərsizsən, amma mən Peyğəmbərəm, bilirəm. Ki, o mələk səni müdafiə eləyirdi. İndi demirəm, amma mələk də söyirdi. Amma indi nə cürsə müdafiə eləyirdi, hədis dayə onu demir. Yəqin ki, onun müdafiəsi bir başqa cür olar, ondan işim yox. Amma bir mələk Allah ayırmışdı, gəlmişdi, sənin yanında dayanmışdı, səni müdafiə eləyirdi. Amma indi ki sən başladın, mələk səni tərk elədi, yerinə şeytan gəldi. Mən də şeytan gələn yerdə day oturmaram. Xudahafiz. Amma biz o qarşılığında o sözləri deyəndən sonra bəzən gedib kənarda da fəxr eləyirik. Qarşı tərəfin, məsələn, yanımızdakı adama deyirik ki, gördün də nə dedim? Ot qoydum ona. Həzrət İmam Kazım əleyhissalamın gözəl bir sözü var. Buyurur ki, 2 nəfər əgər bir-birinə nasəza sözlərdirsə, ən çox söz deyən söz dedikcən məqamı düşür aşağı. Dərəcəsi gəlir aşağı. Yəni, onların ikisindən hansı birisi
ən çox o sözlərdən istifadə edibsə, onun dərəcəsi düşür aşağı. İnsan elə başa düşür ki, mən onun cavabını qaytarmaqla dərəcəm qalxdı yuxarı. Həzrət Peyğəmbər buyurur ki, narahat olma, yanında bir mələk var. Çox eşitmişsiniz. Həzrəti İmam Həsən əleyhissalamı Şamlı bir kişi gəldi, nə sözlər dedi, İmam Səccad ağaya nə sözlər deyirlər. Hələ bunlar qalsın bir kənara. İmam Həsən əleyhissalam, atası Əli ibn Əbi Talib əleyhissalamın şəhadətindən sonra ki, o Muaviyyənin neçə illər xilafəti dövründə yaşadı, hətta sülh elədi, xilafəti verdi Muaviyyəyə, illərlə mənbərlərdə Həzrət Əli əleyhissalama təhqiramiz sözlər deyirdilər. Məzlumiyyətin dərəcəsinə baxın. Oğul oturub eşidir o sözləri. İmam Həsən əleyhissalam eşidir o sözləri. Atasını söyürlər, eşidir o sözləri. Tarixdə bəzən deyirlər ki, axı Həzrət xanım Zəhranın üzünə sillə vurdular. Niyə Həzrət Əli əleyhissalam demədi? Dillənmədi. Bu qədər təcavüz elədilər. Niyə dillənmədi? Məgər tarixdə az olub ki, Allah övliyaları dillənməyib, sakit qalıb. Hədislərdə də özləri buyururlar ki, cahilin cavabı sakit qalmaqdır. Əgər sən də başlasan, sən də olacaqsan cahil. O da olmaz. Bunun cavabı sakit qalmaqdır. İndi demirəm, insan burada səbr eləsin, müəyyən yollar fikirləşsin, amma söhbət burada onun cavabını o cür qaytarmaqdan gedir. O cür qaytarma. Bir başqa cür cavab qaytar. Sakit qalmaqla cavab qaytar. Dua eləməklə cavab qaytar. İmam Həsən ağanı söydülər, amma dua elədi. İmam Sadiq əleyhissalam bir nəfər gəldi ağanın yanına, dedi, ağa bir məclisdəydim, bir nəfər sənin ünvanıva pis-pis sözlər dedi. İmam elə bunu eşitcək xidmətçisinə göstəriş verdi ki, biraz su gətirin mənə. Ağa durdu o suyla dəstəmaz aldı, üzün çevirdi qibliyə, başladı namaz qılmağa. Namazdan sonra əllərini açdı. Mən o dəqiqə fikirləşdim ki, ağa həmin o adama nifrin eləyəcək. Amma gördüm nələr dedi Allaha. Dedi, ilahi pərverdigara, mən öz haqqımı ona bağışladım. Kərəm buna deyirlər də, kəramət buna deyirlər. Mən öz haqqımı ona bağışladım. Amma bağışlayanların böyüyü sənsən. İstəyirəm, sən də onu bağışlayasan. Təəccübləndim, ravi deyir, mən təəccübləndim ki, fikirləşirdim, ağa nifrin eləyər, amma əksinə. Alimlərdən biri nəql eləyir, deyir, mən tələbəlik dövrüm idi, böyük alimlərdən olan Ayətullahül Üzma dünyasını dəyişib. Mərhum Ayətullahül Üzma Şeyx Bəhauddin ki, adın bir çoxları eşidib. Nəhəng alimlərdən olub. Deyir, mən tez-tez gedirdim ağanın namazına. Bir gün şam namazına gedirəm, dayanmışam yolun kənarında, maşın gözləyirəm. Ki, gedim şam namazımı ağanın arxasında dayanım, ona iqtida eləyim, onunla bir yerdə qılım. Elə dayanmışdım, biraz məndən aralı bir çala var idi, içərisinə su dolmuşdu, yağış yağmışdı, ya nə cürsə su dolmuşdu. Maşın gəldi, keçdi bir maşın, suyu sıçratdı üstümə və bütün üstü başım bulandı. Deyir, elə mən o maşının arxasıycan bir neçə kəlmə tərif dedim. Amma çox da belə o lap biyabır sözlər yox, elə bu sözləri dedim. Dedim, gözləri elə bir kördür, görmür. Ağlını itirib bu deyəsən. Fikrinəm harda qalıb. Belə-belə sözlər dedim, ha. Daha belə lap dərindən yox. Deyir, nəysə, gəldim məscidə, yetişdim namaza, ağanın arxasında namaz qıldıq. Namaz qutarandan sonra möminlərdən bir neçəsi yığışdılar ağanın ətrafına, ağadan moizə istədilər. Ağa elə bil həmin günün moizəsini mənə həsr eləmişdi. Danışdı, danışığının ortasında bu sözün üstündə çox dayandı. Elə bildim ki, ağa bu sözləri elə belə ümumiyyətlə danışır. Amma sonra bir söz dedi, bildim ki, elə ağa bəsirətlə bu sözü mənə deyir. Məni görüb artıq. İnsanlar belə bir məqama çatır da. Şeyx Məhəmməd, ağa Şeyx Məhəmməd Bəhari olub.
əslən Azərbaycanlı olub, Nəcəf tələbələrindən olub, sonra da böyük müştəhid olub. Ağa Məhəmməd Bəhari yazırlar ki, Nəcəfdə oxuyanda, daha doğrusu artıq müştəhidlik dərəcəsinə çatıb böyük müştəhiddir. Başqa vilayətdən qərib bir adam gəlib Həzrət Əli əleyhissalamın ziyarətinə, deyir, mən orada pulumu itirdim. Gəldim ağanın ziyarətinə, dedim, ağa, mən pulumu itirdim, mənə yox yerdən bir pul, para yetir, çünki mən buradan da istəyirdim başqa ziyarətlərə gedim, amma nəinki gedə biləcəm, heç deyəsən buradan evə qayıtmağa da gedə bilməyəcəm, qayıda bilməyəcəm. Mənə bir yox yerdən elə bu istəyi istəyirdim, istədim, təvəssülümü elədim, çıxdım. Həyətə çıxanda gördüm, ağa Şeyx Məhəmməd Bəhari gəlir. O da hərəmə daxil olmaq istəyir. Dedim, gedim ağa ilə bir görüşüm. Gəldim, ağa ilə görüşdüm. Məndən kef-əhval soruşdu, da demədim ki, vəziyyət nədir. Gördüm, əlin atdı cibinə, çıxartdı, biraz pul verdi mənə. Mən də biraz utandım götürməyə. Dedim ki, ağa, ehtiyac yoxdur, varımdır. Deyir, baxdı mənə, dedi, bəs bir yağdan ağıya yalan deyirdin. Ki, ağa, yoxumdur. İnsanı Allah belə bir məqama çatdırar. Belə məqamlı övliyalar çox olub. Sözüm buradaydı ki, həmin o İmam Sadiq əleyhissalam ki, deyir, ilahi pərverdigara belə, sən onu mənə xatir bağışla. Deyir, gəldim, daxil oldum, ağanın ətrafını almışıq, bizə moizə eləyir. Deyir ki, gərək möminlər dillərinə yiyəli eləsinlər. Nasəza sözlər danışmasınlar. Ümumiyyətlə, söymək iki cürdür. Bir var, o biyabır sözlərdən Allah uzaq eləsin. Bir də var ki, elə mədəni söyüşlər də var da, elə bunun kimi deyir, körsən, hara baxırdın, ağlın harda qalmışdı. Belə sözlərdə səbbi sayılır ərəb dilində. Çünki hədislərdə səbbi gəlir. Fohş gəlir, yəni pis sözlər danışmaq. Ona nasəza sözlə deyirlər. Nasəza yəni layiq olmayan sözlər. Fərq eləməz nə cür olsun, onun dərəcəsi, forması fərq eləməz. Deyir, moizə eləyirdi, nəsiyyət eləyirdi, baxdı, qayıtdı, dedi ki, nə olsun, bir adam səhv eləyə bilər, palçığı sənin üstüvə vura bilər. Dedim, ağa 100% da mənə deyir bu sözləri. Yəni, mən elə başa düşürdüm ki, elə mən bu nə söz idi ki, elə belə bir söz idi də dedim. Amma sən demə, bu da elə ağır sözdür. Ona görə də buyururlar ki, olmaz. Nəhyü səb, yəni hədislərdə var ki, insan bunu tərk eləməlidir, özünə qadağa qoymalıdır. Məxsusən namaz qılan insan, məxsusən o insan ki, dilindən la ilahə illallah çıxır. Hədislərdə var, o dildən ki, la ilahə illallah çıxır, o dildən çıxan duaları Allah tez qəbul eləyər. Amma o dildən la ilahə illallahla yanaşı, neçə dəqiqədən sonra, neçə saatdan sonra o nasəza sözlər də çıxsa, Allah o duanı qəbul eləməz. Yəni, ağızdan çıxan pis sözlərin ardıcan, yaxşı sözlər çıxsa, o Allah dərgahına çatmaz. Əl-kəlimut təyyib yərfə'u ileyhil əməlus salih. Quran buyurur, salih əməldir ki, ağızdan çıxan pak sözləri Allaha çatdırır. Ağızımızdan pak sözlər çıxır, təmiz sözlər çıxır. Amma onu Allaha çatdıran bizim salih əməllərimizdir. O da hədisdə var, buyurur, Əl-cənnətu haramun əla kulli fahişin ən yədxuləha. Hər bir insan ki, nasəza sözlər deyir, haramdır cənnət. Ona ki, daxil olsun cənnətə.